Salam əziz izləyicilər, hər birinizi salamlayıram. Bugün Güvənin keçirmiş olduğu sınavdan 10-cu sinifdən Azərbaycan dili suallarının izahına baxacağıq. Birinci sual. İnsan sözü hansı cümlədə təsviri halda işlənmişdir? Bu möcüzəvi tikililərdə insan əməyi danılmazdır. İnsanın əməyi. Nədir burada? Qeyri-müəyyən yiyəlik haldadır. A çıxdı. Bir insan bu cür haqsız necə göz yuma bilər? Bir insan. Burada hansı haldadır? Adlıq haldadır çıxdı. Bizə dedilər ki, səs-küyə xeyli insan toplaşıb. İnsanı toplaşıb deyə bilmərik. Ona görə burada hansı haldadır? Adlıq haldadır. Məni anlaya biləcək bir insan axtarıram, bir insanı axtarıram. Qeyri-müəyyən təsirli halda işlənmişdir. İnsan övladı, insanın övladı qeyri-müəyyən yiyəlik halda işlənmişdir. 27-ci sualda cavabımız oldu D variantı. 28. Sözlərdən biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Ümumi qrammatik mənasına görə digərlərindən fərqlənmə dedikdə, əsasən onun nitq hissəsinin fərqlənməsidir. Bax, sənədli, küləkli, qabıqlı, yaralı, bunlar hamısı nədir? Hamısı sifətdir. Qubalı, şəhərli, kəndli, bu nədir? Bu isə isimdir. Ona görə sənin cavabın 28-də Y variantıdır. Bunlar hər biri sifətlərdir, Qubalı isə isimdir. 29. Yanlış nümunəni müəyyən edin. Yanlış nümunələri baxmalıyıq. Cümlədə adlı qalı olan isimlə başlamışdır. Eynəyi sındığı üçün hərfləri görə bilmir. Onun eynəyi. Əvvəlinə onun artıra bilirəmsə, deməli mənsup şəkildir. Və mənsup şəkilli sözdə adlı qalı olur. Onun eynəyi sındığı üçün hərfləri görə bilmir. Bəli. Adlı qalı isimlə başlamışdır. Bu uyğunluqdur. Biri çıxardıram. 2. Üzüm bağlarına çox yaxşı qulluq edir. Üzümün bağlarına. Qeyri-müəyyən yiyəlik haldadır. Adlı qalı isimdən başlamadı. 2-ni götürdüm. Cümlə təsirli halda olan isimlə başlamışdır. Ağacı əkin, bağı salın. Bəli. Təsirli olan isimlə başlamışdır. Doğrudur. 3-ü çıxardıram. Çünki doğru variantdır. Qorxu içində adamlara baxır, ağlayırdı. Qorxunun içində qeyri-müəyyən yiyəlik haldadır. Təsirli halda olan sözlə başlamamışdır. Fikrini ödəyir. Yəni uyğunsuzluqdur. 2 və 4 sənin cavabın Y variantıdır. 30. Cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Aldığı sayısız hesabsız oxucu məktublarından böyük bir dəstəsini də oxumaq üçün götürdü. Doğrudur. Saydan sonra numaralı söz işlənib. Aldığı sayısız hesabsız oxucu məktublarından böyük bir dəstəsini də oxumaq üçün götürdü. Burada sayısız hesabsız saydı. Sayısız hesabsız oxucu məktublarından böyük bir dəstəsini də oxumaq üçün numarativ söz işlənib. Burada bir sözünün say yoxsa ədat olmasına biz baxmalıyıq. Aldığı sayısız hesabsız oxucu məktublarından böyük bir dəstəsində oxumaq üçün, böyük 2 dəstəsində oxumaq üçün götürdü. Bir sayını 2 ilə əvəz edə bilirsənsə, orada saydı. Amma əvəz edə bilmirsənsə, o olur nə? Olur ədat. Burada əvəz edə bilmədiyimiz üçün ədatdır. Ona görə biri yanlışdır, biri çıxdı. Adlı qalda olan ismi aid nümunə yoxdur. Aldığı sayısız oxucu məktublarından. Burada isimimiz məktublarıdır. Dəstəsini, məktublarına böyük bir dəstəsini oxumaq üçün adlı qalda ismi aid nümunə yoxdur. Bu doğrudur. Nümunə aid yoxdur. Çünki dəstəsi sözü təsirli işlədir. Bu da çıxışlı qaldadır. Məktublarından sözü çıxışlı qalda olduğu üçün yoxdur. Yanlışdır. Əlamət bildirən adi dərəcə olan sifət var. Say hesabsız saydı. Oxucu isim böyük. Bəli, böyük əlamət bildirir. Adi dərəcə olan sifət var. Bəli, var. Ona görə 3-ü götürmürəm. Mənə nə lazımdır? Yanlış götürməliyəm. Sözdən yalnız birinin leksik mənası yoxdur. Burada bir sözün leksik mənası yoxdur və dadə sözünün leksik mənası yoxdur və 3-ün sözünün leksik mənası. 1 yox, 3-ünün. Bu yanlışsa 4-ü götürürəm. Cavabım oldu 2, 4. 30-cu sualda cavab Y variantıdır. Gəldik 31-ci suala. Tələffüzü yanlış verilmiş sözləri müəyyən edin. Məlahətdir. Məlahət sözündə uzanma var. Uzanmanı qoymayıbsa yanlışdır. Götürürəm. Nazih yox, nazikdir bu söz. Köylə yazdır. Bu da yanlışdır. Götürürəm. Ruhi doğrudur. Əxlaq doğrudur. Atmosfer yox, atmosfer olmalıdır. Bu da yanlışdır. Götürürəm. 1, 2, 5 sənin cavabın D variantıdır. 32. Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənməyib? Olduqca gözəl. Olduqca ədat vasitəsilə sifət artılıb və çoxaltma dərəcəsində sifət işlənib. Çıxdım. Ən maraqlı. Yenə ədat vasitəsilə sifət artılıb, çoxaltma dərəcəsi yaranıb, çıxdı. Kənan əvvəllər lap çox oxuyurdu, bu il geriləyib. Burada ümumiyyətlə sifət yoxdur. Çox. Nədir burada? Zərfdir, lap ədatdır, əvvəl zərfdir, Kənan isimdir, oxuyurdu feildir, zərfdir. Yəni burada geriləyib feildir. Burada sifət yoxdur və işlənməyibdir, işlənməyibcə də. Bu gəncin lap maraqlı, gördün, ən maraqlı, lap maraqlı ədatların köməyinə artılıb, çox təcrübəli. Demişdik ki, çox plus
sifət olur ədad. Çox burada ədaddır və çoxaltma dərəcəsi də yaradıb. 32-də sənin cavabın C variantı. 33. Hansı cümlələrdə saydan sonra gələn isimlərin işlənməsinə səhvə yol verilmişdir? Səhvə yol verilmişdir. Bax, burada bir sıra sözünü görürüksə, demişik bir sıra, bir çoxdan sonra cəm isim gəlməlidir. Bir sıra məktəbdə oldum, bir sıra məktəbdə yox, məktəblərdə olmalıdır. Deməli, səhvə yol verilib. Və yaxud da burada xeylidən sonra cəm gətirib. Xeylidən sonra tək gəlib. Xeyli insanlar yox, xeyli insan olmalıdır. Deməli, səhvə yol verilib. Sonra 1-ə baxırıq. 1-ə baxırıq. Bir də az aktyor, azdan sonra tək isim gəlir, doğrudur. 7-ci siniflər sıra sayından sonra tək də gələ bilər, cəm də gələ bilər. Sinif də olar, heç bir problem yoxdur. Bir qədərdən sonra tək gəlir, cəm yox. Deməli, yanlışı istəyir 2, 3, 5. Sənin cavabın A variantıdır. 34. Uyğunsuzluq istəyir. İlk öncə tapaq, uyğunsuzluqları tapacaq. İsimləşmiş sifət işlənmişdir. Kartofun xarablarına. Xarab sözü sifətli, isim məxsus cəm qəbul edib, mənsubət qəbul edib, hal qəbul edib. Burada isimləşib. Deməli, bir isimləşmişdir, uyğunluqdur. Otağın səliqəsizliyi ürəyimi darıxdırır da. Baxın, burada sifət yoxdur ümumiyyətlə. Səliqəsizlik. Səliqəsiz olsaydı sifətli. Səliqəsizlik artıq isimdir. İsimləşmiş sifət işlənmişdir, xanasını ödəmir. İsimləşmiş say işlənmişdir. Xeyli vaxt keçir. Deyirsən, nə qədər vaxt? Sualına cavab verirsən, niyə isimləşmiş olsun ki? Burada işlənməyib. Rəsmlərin çoxu, nə qədəri çoxu, nəyi? Görsən, isim məxsus şəkilçi qəbul edib, təbii ki, isimləşmişdir. Bizdən uyğunsuzluq istədiyi üçün yanlışları götürürük. Yəni, 2-ni və 3-ü götürürsən, sənin cavabın edir C variantı. 35. Sinonimlərdən ibarət hansıdır ki, sözlərdən yalnız biri ümumilik xüsusiyyətinə malikdir? 35-ci sualda bizə deyir ki, sinonimlərdən ibarət hansıdır ki, sözlərdən yalnız biri ümumilik xüsusiyyətinə malikdir. Burada 2, kök sözü, həm də dolu sözü. Kök meyvə kimi və insanın kök olması mənasında, dolu sözü dolu yağması mənasında və dolu insan mənasında sifət kimi homonimdir. Hər ikisi homonimdir çıxardırsan, sənə yalnız biri homonim deyirdi. Və ara bir bəzən, bunların heç biri homonim deyil. Biri də çıxardırsan, ara məsafə, burada ara məsafə mənasında və aramaq feili məsafə homonimdir, amma məsafə sözü homonim deyil. 3-ü götürürsən, duman sözü homonim deyil, amma çən sözü homonim sözdür. Ona görə 3 və 4 sənin cavabın olur 35-də B variantı. 36. Natiqlik sözündə fonetik xüsusiyyətlə bağlı yanlış fikirlər. Söz necə tələffüz olunur? Natiqlik şəklində tələffüz olunur. Düzdürmü? Samitlərdən ikisinin yazışı tələffüzü fərqlənir. Deməli, Q fərqləndi, bir də K fərqləndi, düzdür. Bu doğrudur, biri çıxdıq. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Cingiltili bir dənə N-dır, bir də L-dır. 2 dənədir. Amma kar 3 dənədir. Bu yanlışdır. Yanlışdırsa 2-ni götürdük. 3 hecadan ibarət. Heca deyilsə tələffüzə baxıram. 1, 2, 3. Natiqlik sözündən fonetik xüsusiyyətlə bağlı yanlış fikirlər müəyyən edin. Deməli, 3 hecadan ibarətdir. Bəli, 3 hecadan ibarətdir. Çünki 3 dənə saitimiz var. Saitlərdən biri uzun tələffüz olunub. Bu da doğrudur. Natiqlik. Uzun tələffüz olunub. Deməli, 3 də doğrusa 3-ü də çıxardıram. Hərflərlə səslənən kəmiyyət arasında fərq var. Heç bir fərq yoxdur. Sadəcə burada Q-ya keçdi, Q-da xışdıqa keçdi. Heç bir fərq yoxdur. Bu da yanlış fikirdir. Yanlışları istəyir 36-da C variantıdır.